mən bir Azərbaycan vətəndaşıyam və mənim hüquqlarım haqsızcasına əlimdən alınıb. Mən 2 il bundan qabaq banka girərək, borc götürərək, öz zinət əşyalarımı sataraq özümə iş qurdum və öz ayaqlarımın üstündə durmağa çalışdım. Buna baxmayaraq, haqsızcasına mənim qurduğum obyekt və əşyalar haqsızcasına əlimdən alınıb və o obyekt başqa nəfərə, başqa şəxslərə icarəyə verilibdir. Artıq 2 ildir ki, mənim əşyalarımla o obyekti icarəyə veriblər. Amma mənim buna çox ehtiyacım var. Mən tənha qadınam. Mən çox çətinliklərlə heç kimsəsiz, sponsorsuz, yəni mən özüm öz ayaqlarımın üstündə duraraq özümə iş qurmuşam. Banka girib bankdan pul götürmüşəm və buna baxmayaraq mənim ona ehtiyacım var. Siz mənim işimi əlimdən almışsınız. Mənim başqa yerdən gəlirim yoxdur. Mən tənha qadınam. Mənim artıq gəlirim yoxdur. Başqa yerdən gəlirim yoxdur və bunlara baxmayaraq mən sizdən kömək istəyirəm. Mənim əşyalarımı mənimsəyib, mənim əşyalarımla pul qazanıb, mən isə çox çətin vəziyyətdə qalmışam. Bugün mənim banklara borcum var. Banklar məni məhkəməyə veribdir. Mən işsizəm. İşim əlimdən alınıb, əşyalarım əlimdən alınıb. Mən ora 40.000 manat xərc qoymuşam. Buna baxmayaraq, xanım hara şikayət edirsən et, verməməyini dəfələrlə mənə bildirib. Sizdən çox-çox xahiş edirəm. Mənə köməklik, mənə dəstəyinizi əsirgəməyəsiniz.